Dersimiz aero, hidrostatika, aerohidro, dinamika. Deməli, bu mövzuda ilk başlığımız dostlar nədir? Təzyiq məsələsidir. Təzyiq. Deməli, sevimli dostlar, təzyiq nə deməkdir? Təzyiq səthə perpendikulyar təsir edən qüvvənin bu səthin sahəsinə nisbətinə bərabər olan kəmiyyətdir. Burada Ft təzyiq qüvvəsidir. Təzyiq qüvvəsi. S səthin sahəsidir. P isə nədir şagirdlər? Təzyiqdir. Bu düsturdan əgər təzyiq qüvvəsini çıxardıb yazsaq, düsturu bu formada yaza bilərik. F təzyiq bərabərdir, P vurulsun S-ə. Yəni, bu formada da düsturumuzu yazmaq olar. Deməli, bu düstura əsasən P, yəni təzyiq qüvvəsindən düzüm tənasib asılıdır. Səthin sahəsindən isə tərs mütənasib asılıdır. Təzyiq skalyar kəmiyyəti dostlar. Təzyiqin vahidi beynəlxalq sistemdə 1 paskaldır. 1 paskal. Və 1 paskal 1 Newton bölünsün metrin kvadratıdır. Beynəlxalq sistemin əsas vahidləri ilə yazanda kiloqram vurulsun metr, kiloqram bölünsün metr vurulsun saniyənin kvadratı formasında yazmaq olar. Buradan da qeyd edeyim, dediyim kimi təzyiq skalyar kəmiyyəti şagirdlər. İndi təzyiqi düzgün anlamaq üçün əslində ən yaxşı nümunə mismar nümunəsidir. Mismar nə deməkdir? Yəni, mismar bu formada bir mismar fikirləşək. Bilirsiniz ki, mənim rəsm qabiliyyətim çox yüksək səviyyədədir. Yəni, bu mismarı biz istəyirik ki, məsələn, bir yerə, taxtaya falan vuraq da bunu, düzdür? Biz hamımız bilirik ki, mismarı taxtaya vuranda onun nazik ucunu taxtaya daxil edirik, düzdürmü? Biz mismarı tərsinə də qoyub vura bilərik. Yəni, mismarı bu formada vurduğumuzu düşünün taxtaya, Allah uzaq eləsin. Yəni, bu formada taxtaya mismarı daxil elədiyimizi düşünsəz, bu məntiqli bir işdir sizcə? Biz qüvvəni buradan tətbiq edək, qüvvəni buradan tətbiq eləmirik, düzdür? Əslində, biz eyni insanıq. Yəni, bizim müəyyən qədər bir gücümüz var. Tətbiq eləyəcəyimiz qüvvə də aşağı-yuxarı eynidir. Bəs nəyə görə biz mismarın nazik ucunu taxtaya vurmaq üçün onu, məsələn, bu taxtada düşünək ki, nazik ucunu nəyə görə bu formada daxil edirik də tərsinə qoymuruq mismarı? Çünki orada sahədir. Bəli, çünki istəyirik ki, mismarın nazik ucu səthlə təmas eləsin. Burada gördüyünüz kimi sahə çox kiçikdir. Sahə kiçik olanda onun yaratdığı təzyiq daha böyükdür. Deməli, təzyiq qüvvədən biraz fərqli anlayışdır. Qüvvə bizim tətbiq elədiyimiz o, elə bil ki, zərbənin miqdarıdır. Amma təzyiq həmin qüvvənin yaratdığı təsirdir şagirdlər. Yəni, suya tullanacaqsınız, onu düşünün. Suya tullananda siz əllərinizi açıb belə üzü üstə də, yatay vəziyyətdə də suya tullana bilərsiniz. Əllərinizi birləşdirib, nazik formaya salıb, o şəkildə də suya daxil ola bilərsiniz. Dalğıcılara fikir versəz, əllərini başların üzərində birləşdirirlər, suya o şəkildə tullanırlar. Nəyə görə? Çünki səthin sahəsi balaca olanda yaratdığımız təzyiq böyük olur və biz rahatlıqla suyu yarıb içinə girə bilirik. Deməli, təzyiq əslində bizim qüvvələr sayəsində yaratdığımız bir effektdir, bir təsirdir. Təzyiqin şagirdlər bəzən imtahanlarda falan sual çıxa bilir ki, məsələn, yazır ki, Newton bölünsün, deyək ki, santimetr kvadratıdır. Bunu paskalla ifadə ilə yazır. Bax, belə sual tipləri qabağınıza çıxacaq. Bunu paskala çevir nə deməkdir? Yəni, o deməkdir ki, bunu Newton bölünsün metr kvadratına çevir. Bunu Newton böl metr kvadratına çevirəndə bəzən problem yaşaya bilirlər şagirdlər. Necə çevirəcəyik? 1 santimetr hamımızın bildiyi kimi 10 üstündə mənfi 2 metrdir. 1 kvadrat santimetr olanda isə 10 üstündə mənfi 4 kvadrat metr olacaq. Ona görə də biz burada yazanda bu formada yazırıq. Yəni, Newton bölünsün 10 üstündə mənfi 4. Aşağı mənfi 4-ə əlavə edirik. 10 üstü 4 qalxır yuxarı. Yəni, olur 10.000. Yəni, məsələn, deyək ki, 1 Newton bölünsün santimetr kvadratı bizim üçün neçə paskaldır şagirdlər? 10.000 paskal olmuş olur dostlar.
Təzyiqlə bağlı danışanda təbii ki, biz hər üç aqreqat halın təzyiqi ilə bağlı danışmalıyıq. Elə başlayırıq əsasən bərklərdən. Bu günlərin biz sizlə bərk və mayelərin təzyiqini öyrənəcəyik. Amma gələn dərslərimizdə, növbəti dərslərimizdə, MK-ni keçəndə qazların da təzyiqini öyrənəcəyik. Bərk cisimlərin təzyiqi şaşdır. Bərk cisimləri bir səth üzərinə qoyduğumuzu düşünək. Məsələn, M kütləli bir cisimdir burada və onun oturacağının səthinin sahəsi olsun S. Yəni, yerlə təmas xəttinin sahəsi olsun S. Burada təzyiqi hesablamağa çalışsam, P bərabərdir. F təzyiq bölünsün S. Bəs bu təzyiq qüvvəsini yaradan qüvvə hansı qüvvədir? Təbii ki, bu cismin çəkisidir. Yəni ki, bu kütlə, yəni müəyyən bu kütləli cisim bu səthi sıxır. Ağırlıq qüvvəsinin təsiri nəticəsində sıxır. Onun da qiyməti nədir? MG-dir. Onda biz bərk cismin təzyiqini hesablayanda MG bölünsün S yaza bilərik dostlar. Yaxşımı? Buradan o mənaya gəlir ki, bu vəziyyət üçün təzyiq qüvvəsinin düsturu nəyə bərabərdir? MG-yə bərabər. Yəni, bərk cisimlərin təzyiq qüvvəsi onların çəkisinə bərabər görsənir. Gəlin, vəziyyəti biraz dəyişək. Məsələn, müəyyən bucaq altında, cismi bucaq altında yerləşən mail müstəv üzərinə qoyaq, alfa bucaq altında. M kütləli bir cisim var və yenə oturacağın sahəsi S-dir. Bəs bu mail müstəv üzərində təzyiq hesablasam, P bərabərdir, yazıram, F təzyiq bölünsün S-ə. Mail müstəv üzərində çəkinin düsturu MG kosinus alfadır. MG kosinus alfa bölünsün S-ə. Deməli, bu vəziyyətdə də təzyiq qüvvəsi bayaq dediyimiz kimi çəkiyə bərabərdir. MG kosinus alfa şaşdır. Təkrar edirəm, bərk cisimlərin təzyiq qüvvəsi onların çəkisinə bərabərdir. Təzyiqi tapanda da çəkini oturacağın sahəsində nə edirsiniz? Bölürsünüz dostlar. Gəlin, bu ilə bağlı bir-iki dənə nümunəyə baxaq. Görək, buradan nə anladınız? Hazırsınızsa, davam edək. Nümunəmiz, birinci nümunəmiz. Deyir ki, qarşımızda 3 dənə deyir, kubik var. 1, 2, 3. Eyni boyda kubiklərdir. Üçünün də kütləsi M-dir. Deyir, bu kubikləri 3 formada yığdılar. Birinci forma nə inədilər? Kubikləri yan-yana qoydular. M, M, M. Sonra kubikləri üst-üstə qoydular. M, M, M. Həmin kubikləri üst-üstə yığdılar. Sonra da ikisini yan-yana, birini də o birisinin üstünə qoydular. Gördüyünüz kimi 3 dənə vəziyyət var. Nömrəliyək. Birinci vəziyyət, ikinci vəziyyət, üçüncü vəziyyət. Sual budur. Hər 3 vəziyyət üçün təzyiq qüvvələrini və təzyiqləri müqayisə edin. Könüllü olaraq izah eləmək istəyən varmı? Mən deyim. Buyurun, Umay. Mən ikinci halda təzyiq qüvvəsi daha çox olacaq, çünki sahə kiçikdir. Tamamilə səhvdir. Təzyiq qüvvəsi hər üçündə eynidir. Umay, təzyiq qüvvəsi nəyə bərabər idi? MG-yə. MG-yə. Ona görə də təzyiq qüvvəsi hər üçündə neyim olmalıdır? Mən təzyiqlə qarışdırdım. Gördün, elə qaynar qarışdırdın əslində. Görlərinizi burada eləməyiniz yaxşıdır. Yəni, mən alqışlayıram, cəsarətli olub suala cavab vermək də böyük şeydir. Qoy səhvlərimizi burada eləyək, imtihanda eləməyək. Deməli, diqqət eləyəcəyik birinci nəyə? Görsən, səhv eləməyinin hər kəsə xeyir oldu. Artıq uşaqlar diqqətli olacaq. Təzyiq qüvvəsi başqa şeydir, şagirdlər. Təzyiq başqa şeydir. Əgər tələssəniz, imtihanda, quizdə tələssəniz, eviniz yıxılır. Səhv yazacaqsınız, 100% səhv yazacaqsınız. Deməli, mən sizdən nə soruşdum əvvəlcə? Təzyiq qüvvəsi. Təzyiq qüvvəsi hər üç halda Nurayın da dediyi kimi bir-birinə bərabərdir. Bəs təzyiqlər? 2 böyükdür 3-dən, o da böyükdür 1-dən. Bəli, burada artıq Humayun dediyi doğru olacaq. 2 böyükdür 3-dən, o da böyükdür nədən? 1-dən. Çünki nəyə görə? Səthinin sahəsi balaca olanın yaratdığı təzyiq daha böyükdür. Amma səthin sahəsi ən böyük 1-dədir, onun yaratdığı təzyiq ən kiçikdir. Başa düşməyən var şagirdlər bunu? Başa düşdünüz dostlar? Əlasız. Aha, bir dənə də nümunə soruşacağım. Görək bunu könüllü deyəcək. İndi bu dəfə sualımız daha maraqlıdır. Deyir ki, belə üfüqi bir dənə səthimiz var. Elə bil ki, vedrəyə oxşayan, amma kötük kimi də bərk cisimdir. Elə bil taxta kötüyü düşünə bilərsiniz. Belə bu formada bir dənə bərk cisimdir. Odundan düzəltmişik, kötük kimi bir şeydir. Məsələn, yuxarısının
oturacaq sahəsi 3S olsun, aşağı oturacaq S olsun. Deyir ki, bu deyir kötüyü tərsinə çevir. Bu kötüyü deyir tərsinə çevirib qoysaz. İstəyirsiniz şəkil də mən sizin üçün çəkim ki, əziyyət çəkməyəsiniz. Tərsinə çevirib qoysaq 1 olacaq da şəkil, düzdür? Adliyə getmişdim. Mən dedim ki, Burası S olacaq, burası 3S. Deyir tərsinə çevirsəz, təzyiq qüvvəsi və təzyiq necə dəyişər? Könüllü olmaq istəyən var yenə? Mən deyim. Təzyiq qüvvəsi dəyişməz, təzyiq özü bir dəfə azalır. Birbaşa söhbətə girdin. Sən təzdən təkrarı tazəldir. Mən təzyiq qüvvəsi dəyişməz. Nəyə görə dəyişməz? Çünki mg hamısı. Halal olsun. Təzyiq qüvvəsi dəyişməz, doğrudur. Bəs sonra təzyiq? Təzyiq 3 dəfə azalır. Səth birinci S olub, sonra 3S. 3 dəfə azalar. Halal olsun. Etiraz olan var şagirdlər? Mən P1 bərabər 3P2 olacaq. P1 bərabər 3P2 olacaq. Bəli. Yəni təzyiq 3 dəfə azalacaq şagirdlər. Əla, bura qədər sualınız yoxdursa davam edirəm. Amma burada o şeyi fiks edib getmək istəyirəm, ulduz qoyaraq bura. Nədir buradakı məsələmiz? Deməli, bəhs isimlərdə təzyiq qüvvəsi sual düşəndə uşaqlar MG yazırsınız. Amma təzyiqi soruşanda MG-ni S-ə bölürsünüz. Əgər bu dediyim eləsəz, ardıcıllıqla yazsaz, səhv eləməyəcəksiniz. İndi gəlir ikinci məsələmiz. B. Mayələrin təzyiqi. Dostlar, mayələrin təzyiqinə el arasında hidrostatik təzyiq deyilir. Hidrostatik təzyiq nədir? Mayələrin yaratdığı təzyiqdir. Mayələrin təzyiqidir. İndi düşünək ki, burada bir dənə səthimiz var. Səthin üzərində də silindrik formalı bir dənə qabımız var. Bir çən kimi fikirləşə bilərsiniz. Və bu çənin içərisində, bu qabın içərisində maye ilə doludur. Nə bilim, hansı maye olursa olsun, kerasin olar, su olar, civa olar, fərqi yoxdur. İçərisi maye ilə doludur. Hündürlüyü olsun H, yerlə təmas xəttinin sahəsi olsun S. İndi deyir ki, təzyiqi gəlin hesablayaq. Təzyiqin düsturu bildiyimiz kimi F təzyiq bölünsün S-dir. Təzyiq qüvvəsinin yerinə, əgər buradakı mayenin kütləsi M-dirsə, mg bölünsün S yazmaq olar. Kütlənin düsturunu əvvəlki dərslərdən bilənlər bilir. M bərabərdir rho vurulsun V-dir, düzdürmü? Onda olar ki, M-in yerinə rho V yazım. Rho vur V vur J bölünsün S. Bəs bu silindrik qabın həcmi nəyə bərabərdir həcmi? Ay, sağ ol. Sənin acığına SH yazıram. SH yerinə qoyuram indi bunu. V-nin yerinə rho vur, S vur, H vur, J bölünsün S. S-lər ixtisar getsə, geriyə nə qalar? P bərabərdir rho J H dostlar. P bərabərdir rho J H. Yəni mayələrin təzyiqində fikir verirsinizsə, sahə məsələsi yoxdur. Deməli, mayələrin təzyiqi, mayenin sıxlığından, sərbəst düşmə tədilindən, bir də maye sütununun hündürlüyündən asıldı və düz mütənasib asıldı. Amma təkrar edirəm, düsturda sahə ixtisar getdiyinə görə mayələrin təzyiqi dediyimiz hidrostatik təzyiq oturacağın sahəsindən dostlar asılı deyil. Amma yenə eyni diqqəti sizdən gözləyirəm. Təzyiq qüvvəsini soruşa bilər. Təzyiq qüvvəsinin düsturu necə idi? P vur S-dir, düzdür? P-nin yerinə də aldığımız düsturu yazsaq, rho J H vur S. Yəni təzyiq qüvvəsinin düsturundan görürük ki, təzyiq qüvvəsi təzyiqdən fərqli olaraq sıxlıqdan da, hündürlükdən də, bunlar ortaq cəhətlərin təzyiqinə fərqli xassəsi nədir? Səthin sahəsindən də necə asıldı uşaqlar? Düz mütənasib asıldı. Bax, Humay demişəm, biz burada nəyə diqqət edəcəyik? Sualda bizdən soruşduğu nədir? Axıra kimi oxuyacaq sual uşaqlar. Bizdən təzyiqi soruşur, yoxsa təzyiq qüvvəsini soruşur. Əgər təzyiqi soruşsa, təkrar deyirəm, sahədən asılı deyil, amma təzyiq qüvvəsi sahədən düz mütənasib asılıdır dostlar. Yaxşımı? İndi burada çox vacib qeydlərimiz olacaq. Bu qeydlərdən birincisi nədir? Təbii ki, burada
ola bilər ki, biz qabı məsələn liftə qoymuşuq. Lift içərisində A təcili ilə yuxarı hərəkət elətdirdik. Onda təzyiqin düsturu P, rho, P bərabər rho, J plus A vurulsun H olacaq. Əgər liftin hərəkət təcili aşağı istiqamətdədirsə, onda P bərabərdir rho, J minus A vurulsun H olacaq. Bunu nəzərə almaq lazımdır. Bu birinci qeydimizdir. İkinci vacib qeydimiz nədir dostlar? H hündürlükdür əslində. Amma daha gözəl ifadə nədir bilirsiniz hündürlüyün yerinə? Dərinlik. Əslində H dərinlikdir. Müəllim, nə demək istəyirsə H dərinlikdir? Yəni şəkillə göstərilmişsə, məsələn, imtahanlarda belə suallar çıxacaq sizin qabağınıza. Deyəcək bu qabdır. İstəyirəm. Bu bir qabdır. Bu qabın içərisində maye var. Maye var. O qədər əsəbmişdik ki, oldu çox. Və məsələn, burada da sizin üçün yazacaq A nöqtəsi var. Və buralarda bir yerdə bir A nöqtəsi var. A nöqtəsində deyir təzyiqi hesabla. A nöqtəsindəki təzyiqi hesablamaq üçün təzyiqin düsturunu yazacağım. Rho, J, H. Amma müəllim, H-ı hardan götürəcəm? A nöqtə. A nöqtəsindən. A nöqtəsindən hara? Aşağı. Son nöqtədən aşağı. P şərti. A nöqtəsindən yuxarı. Mənə onu demək istəyirdim sizə. Hər hansı bir nöqtədə, məsələn, B nöqtəsi götürürəm bir dənə. B nöqtəsindəki təzyiq çoxdur, yoxsa A nöqtəsindəki təzyiq çoxdur? B nöqtəsi. Ay maşallah. Çünki B-nin dərinliyi A-nın dərinliyindən çoxdur şagirdlər. Siz dənizdə aşağı getdikcə təzyiqiniz artar, təzyiq artar üstünüzdəki, yoxsa yuxarı getdikcə? Aşağı. Sağ ol. Deməli, bax, ona görə mən bunu bura bax, yanına da bir dənə ulduz qoyuram şagirdlər ki, bu vacibdir. H aşağıdan götürülmür dostlar. H olduğunuz nöqtədən yuxarıdan götürülür. Təzyiq sizin üstünüzdəki təzyiq olar. Sən get okean üstündə dayan ki, gör nə boyda təzyiq var burada deyə bilərsən, amma hamı sənə gülər. Mən dedim sən orada heç Get Xəzər dənizinin üstündə dayan. Qayığın içində denən ki, nə boyda təzyiq var mənim üzerimdə. Elə şey deyəsəz, hamı gülər də. Amma sən dənizin altına getsən, Titanikin batdığı yerə falan. Görsən, orada təzyiq çoxdur. Çünki sənin üstündəki mayenin miqdarı önəmlidir, altındakı yox. Şimdi çatdı dostlar. Baxın, mən Aysin narahat falan deyirdi ki, ad günü. Müəllim, bəs düsturdakı rho, J, H sadəcə mayenin hündürlüyüdür? Bəli, mayenin hündürlüyüdür. Başqa nə hündürlüyü olacaq ki? Yəni qab tam da olmasa, qabın yox, mayenin hündürlüyünü nəzərə Bəli, alınır. təbii ki. Yəni maye üstünün hündürlüyü, belə deyək də. Mayenin kəlləsindən götürürük. Ona aid də məsələn bir-iki önəmli şeylər var. Onlar da soruşun, yaxşı yadıma saldın onu. Məsələn, sən deyir ki, belə bir dənə qab var. Görmüş olarsınız, belə qablarla falan şəkil çəkirlər də. Baxın, ən çox çaşılan suallardan biridir. Deyir ki, belə bir dənə qab var, elə. İçərisində ağzına kimi su ilə doludur da belə. Bu formada tamamilə doludur. Sual da budur ki, qadası. Deyir ki, A nöqtəsi var, B nöqtəsi var, bir də C nöqtəsi var. Bu üç nöqtədə deyir təzyiqləri müqayisə elə. Bərabər olacaq. Üçü də bir-birinə bərabər olacaq. Bilirsiniz nəyə görə bərabər olacaq? Çünki yadınızda saxlayırsınız. Hər hansı bir qabda verilən nöqtədən mayenin qab içərisindəki ən hündür səviyyəsindən götürülür hündürlük. Yəni A-nın hündürlüyü onsuz da problem yoxdur, buradan götürürsünüz. B-ni uşaq çaşıb buradan götürür. B-nin də hündürlüyü mayenin təkrar edirəm, mümkün olan ən böyük hündür hissəsindən götürülür. Bax, C-nin də hündürlüyü buradan götürülür. Ona görə də yadınızda saxlayırsınız. Qoy buranı bir səliqəyə salım, çünki qaralama oldu. Bəli, yadınızda saxlayırsınız. Hündürlük deyiləndə biz qabın hansı hissəsində maye səviyyəsi daha yüksəksə oradan götürürük və təzyiqlər bərabərdir. Amma qab bu formada da ola bilər. Qab bu formada da ola bilər. A nöqtəsi, B nöqtəsi, C nöqtəsi. Burada müqayisə edə bilərsinizmi? A böyükdür, B böyükdür. A böyükdür, B böyükdür. A böyükdür, B böyükdür. Buna da götürüb bərabər. A-nın üzərindən görsən budur, B-nin üstündə budur, C-nin üstündə budur. Deməli, PA böyükdür, PB böyükdür, PC. O qədər şey. Yaxşı. Təzyiqləri bu formada müqayisə edir dostlar.
Bir balaca da haşiyə çıxan bir qeyd kimi yazın. Düzdür, proqramların çoxsunda bu istifadə olunmur, amma təşviş sınaqlarda qarşınıza çıxa bilər deyə deyirəm. Mayələrin orta təzyiqi deyilən bir sual tipi çıxa bilir. Orta təzyiq deyəndə nədir? Mayenin qabın divarına göstərdiyi təzyiq. Qabın divarına etdiyi təzyiq. Orta təzyiq deyirlər. Yəni oturacağa yox, qabın divarına. Onda düsturu belədir. Sən yağlıysan. H bölünsün ki, yəni dibdəki dərinliyin yarısı götürülür, hündürlük. Ona görə də dediyim kimi təşkil edirəm, orta təzyiq sualı görsəz hardasa ki, mayenin orta təzyiqini tap, orta təzyiq onsuz da ortalama qiymət kimi bir şeydir də. Orta qiyməti götürürsünüz, H-i 2-yə nə edirsiniz dostlar? Görürsünüz. Yaxşı müşahidələr. Bax, bu da vacib qeydlərimizdən biri idi. İndi bununla bağlı bir-iki dənə nümunə işləyək, görək başa düşdükmü? Birinci sualımız belədir. İki dənə qabımız var gördüyünüz kimi yüksək səviyyədə. Onların hündürlükləri indi içərisində maye var. Hər ikisində belə seçək. Maye var içərisində. Buna 1 nömrəsi deyək, buna 2 nömrəsi. Birincinin sayəsi S-də oturacaq sayəsi, ikincinin oturacaq sayəsi 4S-dir. Sual belədir. Hər iki qabda, hər iki silindrik formalı qabda ağzına qədər su vardır. Sual budur, yenə təzyiq qüvvələrini müqayisə edəcəyik. Bir də təzyiqləri müqayisə edəcəyik. Buyurun, varmı könüllü? Mən deyə bilərəm. Təzyiqlər bərabər. Nigar demək istəyirdi, icazə verək. Buyurun. Mən burada sahədən asılı deyil təzyiq, ona görə bir-birlərinə bərabərdir. Amma təzyiq qüvvələri sahədən düz asılı idi. Ona görə də sahəsi böyük olanı, yəni ikinci qabın təzyiqi daha çox olacaq. F təzyiqi. F təzyiq deyək. Təzyiq qüvvəsi daha tamamilə doğrudur. F təzyiq 2 bərabərdir. 4 dənə F təzyiq 1-ə. Heç bir qəti qorxusu yoxdur. Nigarın elədiyi kimi düsturla geçsəniz, düsturu xatırlasanız şagirdlər, səhv yazmayacaqsınız. Səhv bu mövzuda səhv bilirsən nədən qaynaqlanır? Bax, deyim biləsiniz. Çoxsu egodan qaynaqlanır. Ego dediyim nədir? Şagird görür şəkli deyir, mən bunu sökərəm. Nə tər sökərəm? Deyir ki, mənim fikrimdə, yəni burada ikinci qabda belə təzyiq çox olar falan, su çoxdur, belə bir şey rep deyir. Belə olmaz, suallar fizikada belə yazılmaz. Düsturu var, hər şeyin konkret bir üsulu var. Təzyiq müqayisə eləmək istəyirsənsə, təzyiqin düsturuna müraciət edəcəksən. Hər ikisində su var, hər ikisinin J-si eynidir, hər ikisinin hündürlüyü eynidir, deməli təzyiqlər bərabərdir. Təzyiq qüvvəsini müqayisə edəndə ρ/H yazacaqsan, hər ikisində su var, hər ikisinin J-si eynidir, hər ikisinin H-i eynidir. Hər ikincisində oturacağın sayəsi 4 dəfə böyük olduğuna görə təzyiq qüvvəsi də 4 dəfə böyükdür, başqa iş nə? Başqa nə varacaqsan? Sadə bir şeydir. Yenə maraqlı bir nümunəyə baxaq şagirdlər. İndi sualımız budur. Deyir ki, bu dəfə üfüqi səthi üzərində bir vedrə formalı, ağzı bağlı bir qab var. Vedrədir, düşünün, vedrə. İçərisi boş və içərisinə su doldururuq ağzına qədər. Ağzı da qapalıdır bu arada. Yenə yuxarı oturacağın sayəsində 2S deyək, aşağı S deyək. Sual budur. Bu dəfə bu qabı tərsinə çevirəcəyik. Yenə mən çeviririm. Siz də imtahanlarda əgər çevrilmiş şəkli yoxdursa, çalışın çevirəsiniz. Deyir ki, qabı tərsinə çevirək. Yəni mən yazıram bura S-dir, bura 2S-dir. Eyni sualdır. Deyir, təzyiq necə dəyişər? Təzyiq qüvvəsi necə dəyişər? Varmı könüllü olan? Cavabı demir. Mən deyə bilərəm. Sən buyur, bəli. Buyur, eşidirəm. Müəllim, burada deməli təzyiqləri bərabər olacaq. Çünki rho-su, J-si, H-ı dəyişmir. Amma təzyiq qüvvəsi isə P vurulsun S-dir. S 2 dəfə artacağı üçün təzyiq qüvvəsi də 2 dəfə artacaq. Mükəmməl.com saytı var. Həqiqətən də halal olsun. 2 dəfə artacaq. Yaxşı, sənə bir dənə də sual soruşum, elə cavab vermişsən. Bəs desə ki, qabın təzyiqi. Qabın təzyiqi P bərabərdir, F bölünsün S-dir. F-T 2 dəfə artar, S isə S-də 2 dəfə artar. Bu zaman bir dəqiqə, P bərabərdir, F bölünsün S-dir. F 2 dəfə artıbsa, S də 2 dəfə F-ni 2 dəfə artıb ki. F dəyişməz, 2 dəfə azalır. Bəli.
Aytdə də gördünüz, yaddan çıxdı. Bax, mayeni soruşanda düz elədin. Amma qabı soruşanda qab bəxş cisimdir də, düzdür? Vedrə formalı demişik də. Yəni suyun yerləşdiyi qabı soruşanda bəxş cisim kimi baxacaqsan. Bəxş cisminin təzyiq qüvvəsi dəyişər burada? Dəyişməz. Dəyişməz. Təzyiq qüvvəsi mg'dir axı. Bəs təzyiq necə dəyişər? Azalır orada. Neçə dəfə? 2 dəfə. 2 dəfə. Ay maşallah, görürsünüz. Burada yazıram qab. Baxın, buna ulduz qoyuram. Bu çıxıb şagirdlər. Qəbul imtahanında çıxmış sualdır. Son illərdən birində xatırlamıram hansıdır. Qəbul imtahanında çıxmış suallardandır şagirdlər. 4 dənə şey soruşur uşaqdan. 4 dənə. Mayenin qabın dibinə göstərdiyi təzyiq, mayenin qabın dibinə göstərdiyi təzyiq qüvvəsi, qabın səthə göstərdiyi təzyiq qüvvəsi, qabın səthə tətbiq elədiyi təzyiq. Görürsən 4 dənə şey var. Qabdan söhbət gedəndə bərk cisim kimi baxırıq. Yəni bərk cisimin qaydasından indirikdə, bərk cisimdə nətər idi qayda? Təzyiq qüvvəsi mg idi. Siz qabı tərsinə çevirəndə də kütlə dəyişməyəcəyinə görə təzyiq qüvvəsi dəyişməyəcək. Amma sahə 2 dəfə artdığına görə təzyiq 2 dəfə azalacaq. Buranı qeyd elədinizsə, yüksək sürətlə davam edirəm dostlar. Hazırsınız? Bəli. Çünki mən hazır deyiləm ona görə. Bəli. Deməli, mayələrin və bərk cisimlərin təzyiqi ilə bağlı nə elədik dostlar? Söhbət elədik. Bu arada onu da qeyd edeyim. Mayələrin təzyiqini ölçmək üçün manometr adlanan cihazdan istifadə olunur. Bunu da bilməyinizdə çox ciddi bir fayda var dostlar. Manometrdən istifadə olunur. İndi başlayır qanunlarımız. Deməli, ikinci başlığımızdayıq da, düzdür? İkinci başlığımızda əsas məsələlərdən biri birləşmiş qablar qanunu. Birləşmiş qablar qanunu dostlar nə deməkdir? O deməkdir ki, qabda ola bilər ki, bir neçə hissə olsun. Məsələn, belə bir dənə əndrəbadi qab çəkim. Belə bir dənə qabımız var, düşünün. Qaba bu kilmədən, proqramda dözənmədi bu qabın vəziyyətinə, Allah uzaq eləsin. Belə bir qab olduğunu fantaziya dağıdır. Yəni, 3 hissədən ibarət bir qabdır və məsələn, deyək ki, bu qaba bir cins maye, yəni məsələn, suyu əlavə edirik. Suyu əlavə edəndə qabın müxtəlif hissələrində suyun səviyyəsi nə olacaq? Bərabər olacaq. Ay maşallah, bərabər olacaqdır. Çünki siz o şüşə çayniklər zad istifadə olunur da, mətbəxdə fikir vermişsiniz. Evlərdə var bir çox ev. Şüşə çaynik. Çaynikin lüləsi ilə əsas hissəsindəki suyun səviyyəsi eyni olur. Bu o deməkdir ki, deməli, qabın müxtəlif hissələrində bir cins mayenin hündürlüyü, yəni su sütununun, maye sütununun hündürlüyü bir-birinə bərabər olur. Bu qədər basit. Bu təkrar, amma burada qeyd edirəm, A halı kimi baxaq buna. Bu bir cins maye olandadır. Yəni eyni bir maye, spirt olar, su olar, yağ olar, amma 2 dənə mayeni qarışdırmaq olmaz. Bəs müəllim, 2 dənə müxtəlif maye qarışsa, yəni qeyri bir cins vəziyyət yaransa, qarışmayan 2 dənə mayeni, qeyri bir cins mayelər, 2 dənə qarışmayan maye, adətən bunu U şəkilli boru ilə verirlər, bilənlər bilir. U şəkilli boru üzərində təcrübə edirik. O nə deməkdir? Məsələn, belə bir dənə U'ya oxşayan bir qabdır. Çəkə bilmədim. Olmadı. U'ya oxşayan bir qabdır belə, andıra qalsın. Bu qabın deməli, səni mənə vuracaq. Bu qabın içərisinə müəyyən qədər yağ və su əlavə edəcəyik. Hamımız bilirik ki, yağla su qarışmır. Şimdi üstə qalır, yağ yoxsa su? Yağ. Yağ. Bəli, görsən, kənddən qotulan cəmaat yaxşı yeyib-içən olaraq bilirsiniz. Yəni, o yağlı yeməklərdən zaddan kənddə yeyəndə görsən ki, yağ üstədir. Yağın üstü olmasının səbəbi nədir? Yağın sıxlığının az olması. Bax, görsən. Burada bir maye var. O birisi mayeni biraz fərqli göstərim, nöqtələrlə göstərim. Burada başqa maye var.
Və bu iki mayenin görürsünüz, səviyyələri artıq eyni deyil. Buradakı mayenin sıxlığına gəlin deyək ρ1, digər mayenin sıxlığına deyək ρ2. Mayələrin qovuşma sərhəddindən bir xətt çəkirəm. Harada görüşüblərsə oradan xətt çəkirəm. Birinci maye deməli hündürlüyü H1, ikinci mayenin hündürlüyü də H2-dir gördüyünüz kimi. Deməli burada mayelərdən biri digərindən hündürdür. Nəyə görə hündürdür? Çünki sıxlıqlar fərqlidir. Başqa-başqa sıxlıqlardır. Bəs niyə bu nöqtədə tarazlaşdılar? Tarazlıq yaranması üçün tarazlıq şərti belədir. P1 P2-yə bərabər olmalıdır. Yəni təzyiqlər bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. Birinci mayenin təzyiqini yazaq. ρ1 J1 H1. İkincinin təzyiqini yazaq. ρ2 J2 H2. J'lər eynidir. Onda ρ1 H1 bərabərdir ρ2 H2 dostlar. Bu şəkilli borudan belə nəticəyə gəlirik ki, sevimli dostlar, hündürlüklərin nisbəti sıxlıqların tərs nisbətinə bərabərdir. Tərs nisbətinə bərabərdir. Yəni sıxlığı böyük olanın hündürlüyü nədir? Kiçik. Kiçikdir dostlar, əla. Bu da bizim qeyri-bircins maye məsələsi. Üçüncü başlığımız və öyrənəcəyimiz ikinci qanun Pascal qanunu. Pascal qanunun tərifini deyəcəyik əvvəlcə. Pascal müşahidə etmişdir ki, dostlar, deməli, maye və qazlara xaricdən bir qüvvə təsir göstərəndə, xaricdən amma, bax, diqqətli olun, xaricdən bir qüvvə təsir göstərəndə, maye və qazlar bu qüvvəni bütün istiqamətlərə bərabər formada ötürür. Nə demək istəyirəm? Məsələn, bir insan düşün, başına zərbə vuranda demir ki, ay, ayağım ağrıdır. Elə bir şey demir də, başına zərbə vursansa baş ağrıyır, dizinə vursan diz ağrıyır. Yəni, zərbəni hardan indirsəniz, o tərəfdən ziyan görür. Amma maye və qazlarda elə deyil. Mayeye buradan vurursan zərbəni, bütün istiqamətlərdə o zərbə hiss olunur şagirdə. Yəni, Pascal qanunu budur. Pascal deyir ki, qaz doldurulan bir qabda ya da maye doldurulan bir qab düşünün. Bax, bu formada bir dənə qab çəkirəm sizlər üçün. Bugün həqiqətən də küllü miqdarda qab çəkdim sizlərə. Satıram dostlar. Yəni, istəyən olsa əlaqə saxlasın şəxsdən. Deməli, belə qab var və burada yuxarıdan müəyyən qüvvə ilə tətbiq edirik. İçəridə də fərqi yoxdur, yəni qaz da ola bilər, maye də ola bilər. Sən yuxarıdan zərbəni indirirsən, deyək ki, burada nöqtələr var da, 1 nöqtəsi, 2 nöqtəsi, 3 nöqtəsi, 4 nöqtəsi, 5 nöqtəsi. Sən yuxarıdan qüvvə ilə təsir edəndə, bura təsir edən P1 təzyiqi, P2 təzyiqi, P3 təzyiqi, P4 təzyiqi, P5 təzyiqi, nə qədər yazırsan yaz. Bütün nöqtələrə tətbiq olunan təzyiqlər bir-birinə nə olacaqdır? Bərabər olacaqdır. Pascal qanunu bunu deyir ki, hər nöqtəyə təzyiq necə ötürülür dostlar? Bərabər ötürülür. Pascal qanununun tərifini dedim, tərifi də çıxır imtahanlarda, amma daha çox düşən sual Pascalın tətbiqi ilə bağlıdır. Pascal qanununa əsaslanan bir cihaz var. O da adlanır hidravlik pres. Bəzən hidravlik maşın da deyirlər, fərqi yox, tərkisini deyə bilərsiniz. Hidravlik presin dostlar iş prinsipi Pascal qanununa əsaslanır. Qüvvədə qazanc verən sadə bir mexanizmdir dostlar. Deməli, onun şəkli nətərdir? Deməli, bu formada bir qabdır. Bir tərəfində nazik hissə var, nazik. Digər tərəfdə isə nə var dostlar? Qalın hissə var. Baxın, bu formada qalın hissəsi var. Və hər iki açıq hissəyə, ağzı açıq hissəyə bir porşen yerləşdiririk. Porşen yerləşdiririk ağzına bağlamaq üçün. Və içərisində maye var. İndi burada maye var hər yerdə. Baxın, bu formada. Qoy mayeni də çəkim ki, ürəyinizdə xal qalmasın. Bəli. Deməli, bu da porşenimizdir. Porşenimizdə bəziyək. Və porşenin birinci tərəfindən müəyyən bir qüvvə, balaca porşenə F1 qüvvəsi təsir eləsin. Birinci porşenin səthinin sahəsi olsun S1. İkinci porşenə F2 qüvvəsi tətbiq olunsun. Buradakı sahə olsun S2. İndi Pascal qanununa görə bir tərəfdən qüvvə tətbiq edəndə bu hər istiqamətə təzyiqi bərabər ötürür. Yəni, kiçik porşendən böyük porşenin altında yaranan təzyiqlər bərabər olur. P1 bərabərdir P2-yə.
Təzyiqlərin bərabər, təzyiq nəyə bərabərdir? F böləsə, onda F1 bölünsün S1 bərabərdir F2 bölünsün S2 də yazmaq olar. Eyni şeydir. Yəni, sahə böyük olan yerdə qüvvə də böyük olacaq, sahə kiçik olan yerdə qüvvə də kiçik olacaq. Suallarda görəcəksiniz, bəzən soruşur ki, təzyiqlərin nisbəti nəyə bərabərdir uşaqlar? Təzyiqlər bərabər olduğuna görə nisbət 1-ə bərabərdir. Heç bir mexanizm işdə qazancı vermir. Hər iki tərəfdə görülən iş bir-birinə bərabərdir. Mexanikanın qızıl qaydası yadınızdadır. Ona görə də yadınızda saxlayırsınız ki, A1 ilə A2-nin də nisbəti nəyə bərabərdir dostlar? 1-ə bərabərdir. Yəni, işdə qazanc olmadığına görə hər iki tərəfdə görülən işlər bərabərliyindən alınır ki, onların nisbəti 1-ə bərabər olacaq. İndi sadə mexanizmlərin qüvvədə qazanc məsələsi var idi. Qüvvədə neçə dəfə qazanc verdiyi nətər tapırdıq? Böyük qüvvəni kiçik qüvvəyə bölürdük. Eyni zamanda böyük sahəni kiçik sahəyə bölə bilərik. Adətən porşenlər dairəvi formada olduğuna görə, sahə də radiusla kvadratik olduğuna görə R2-nin kvadratı bölünsün R1-in kvadratı, diametrlə D2-nin kvadratı bölünsün D1-in kvadratı yazmaq olar. Bunları da əlavə eləmək olar. Başqa nə əlavə eləyə bilərik? İndi işin düsturuna bax, F vurulsun S-dir də. İndi şaquli olduğuna görə S-in yerinə H yazaq. F vur H-dır. Onda F-i böyük olanın H-ı nə olacaq? Yəni, qüvvədə qazananda yer dəyişmədə itirəcəyimizə görə, ona görə də H-larda tərs nisbət olacaq. H1 bölünsün H2, sahəsi balaca olan daha çox düşəcək. Yəni, buranı məsələn 10 metr aşağı salacaqsınız, amma misal üçün deyirəm də, bura 1 metr yuxarı qalxacaq. Yəni, məsafədən itirəcəksiniz. Ona görə də H1 böl H2-dir. Hətta bərabər sürətdə hərəkətdirsə, V1 böl V2 də yazmaq olar. Niyə? Çünki H bərabərdir, V vur T-dir. Sürət bərabər olanda, H-T-də sürət bərabər deyirəm. Zaman hər ikisində bərabər olduğuna görə, H-ların V-lərlə asılığı necə mütənasib olacaq? Düz mütənasib asılı olacaq. Ona görə də H1 bölünsün H2 bərabərdir, V1 bölünsün V2 olacaq. Bu da hidravlik presin qüvvədə qazanc məsələsi şagirdləri. Bu da Pascal qanunudur. Deməli, birinci qanunumuz oldu Birləşmiş Qablar qanunu, ikinci qanunumuz oldu isə Pascal qanunu. İndi keçirik dördüncü məsələ. Bəli. Seçdiyimiz birinci şəkildə artıq təzyiq dəyişdi. Əvvəlki mündürlükdən asılı olmayacaq. Necə? Təzyiq dəyişir, hidrostatik təzyiq. Buradakı təzyiq hidrostatik təzyiq deyil. Buradakı təzyiq xarici təzyiqdir. Pascal İki cür qanunu. təzyiq var da orada. Burada iki cür təzyiq var, bəli. Pascal qanununa əsaslanan xarici təzyiq var, bir də mayenin öz təzyiqi var. Əslində bu sual yaxşı sualdır, bilirsən nəyə görə? Çünki uşaqlar götürüb yazır ki, məsəl üçün də deyək ki, nə bilim, P3-ün təzyiqi deyir P1-dən böyük imtahanda. Deyirəm, niyə? Deyir ki, siz demədiniz ki, P3-də hündürlük buradan götürür burada. Mən bu nöqtədə hidrostatik təzyiqi demişəm. Burada hidrostatik təzyiq deyil. Maye və qazı xaricdən edilən təzyiqdir. Başqa təzyiqdir. Yaxşı? Yaxşı, mən. Ehtiyatlı olun. Burası yəni maraqlı, vacib nöqtə idi. Sizin soruşduğunuz sual önəmli idi. Onu nəzərə almalısınız ki, burada Pascal qanununda hidrostatik təzyiqin özünü nəzərdə tutmuruq. Ona qalsacaq bütün qablarda eyni olsun. Deməli, dördüncü məsələmiz nədir? Maye axınının kəsilməzliyi. Nə? Maye axınının kəsilməzliyi. Qısaca bəzən indi öz aramızda Bernoulli qanunundan bir parça olduğuna görə Bernoulli qanununda deyirik. Maye axınının kəsilməzliyi nə deməkdir? Yenə kənd yerində böyüdüyümüzə görə biz balaca olanda şlankla, nə bilim, həyəti zadı sulayanda şlankın başından basırdıq, sahə azalırdı, onda su sürətlə çıxır, fışqırır. Elə deyilmi? Onun səbəbi nədir? Çünki sahə balaca olanda sürət çox olur. Deməli, deyək ki, belə böyük bir sahəsi olan, yəni en kəsik sahəsi böyük olan bir yerdən balaca olan bir yerə keçəndə, balaca olan bir yerə keçirsiniz deyək ki, burada sahə S1-dir, buradakı sahə S2-dir, buradakı sürət V1-dir, buradakı sürət V2-dir. Deməli, qaydamız nətərdir? S1, V1 bərabərdir, S2, V2. Yəni ki, sürət en kəsiyin sahəsindən tərs mütənasib asılıdır, dostlar. En kəsiyin sahəsindən tərs mütənasib asılıdır.
Belə də yazılır bəzən nisbət olaraq. V1 bölünsün V2 bərabərdir S2 bölünsün S1-ə. Radiusla verilə bilər yenə də R2-nin kvadratı bölünsün R1-in kvadratına və ya diametrlə D2-nin kvadratı bölünsün D1-in kvadratına. Baxın, bu formada düstur yaza bilərsiniz dostlar. Bura qədər sual varmı? Hə. Gəlirik 5-ci məsələmizə. 5-ci məsələmiz nədən ibarətdir, sevgili dostlar? 5-incisi isə tam təzyiq. Tam təzyiq. Tam təzyiqi anlamaq üçün əslində buna tam təzyiq yazmayaq da, gəlin atmosfer təzyiqi yazaq. Atmosfer təzyiqi. Oradan da tam təzyiqə keçərik. Yəni, tam təzyiqi də bir yerdə bu başlığın altında öyrənərik. Deməli, atmosfer təzyiqi əvvəla nədir? Atmosfer təzyiqi bizim ətrafımızdakı hava kütləsinin bizim və ya cisimlərin üzərində göstərdiyi təzyiqdir. Yəni, hava kütləsinin yaratdığı təzyiqə atmosfer təzyiqi deyilir. Atmosfer təzyiqinin qiymətini ilk dəfə İtalyan alim bilirsiniz, Torricelli kəşf etmişdir. Torricelli nə edir? Torricelli belə bir dənə vanna götürür. Bu vannanın içərisinə civə tökür. Mən istəyəm. Nə deyirsən? Deməli, Torricelli nə edir dostlar? Bax, diqqətlə qulaq asın. Gör nə qayır. Torricelli deyir ki, belə bir vanna formalı bir qabdır və bunun içərisinə civə tökür. Yuxarıdan da bir ucu bağlı olan bir dənə kolba götürür belə. Düzdür? Və bir ucu bağlıdır. Burada civəni bura tökəndə, vannanın içərisinə civəni töküb, o kolbanı ora daxil eləyəndə nə baş verir bilirsiniz? Civə başlayır kolbanın içərisinə müəyyən qədər yuxarı qalxmağa. Qalxır, müəyyən bu nöqtəyə qədər. Müəyyən bir yerə qədər qalxır. Başa düşdünüz də, içərisi boş olan bir tərəfi bağlı kolbadır, bir tərəfi açıqdır. Civə də vannadadır. Vannanın içərisinə bu kolbanı daxil edib və bir müddət gözləyəndən sonra görür ki, civə kolbanın içərisində müəyyən qədər yuxarı qalxdı. Bu civənin yuxarı qalxmasına səbəb nə oldu? Civənin açıq səthinə atmosfer tərəfindən təsir edən təzyiq. Yəni, atmosfer təzyiqi yuxarıdan civəni sıxır, civə də bu kolbanın içərisinə daxil olub müəyyən qədər yuxarı qalxır. Və Torricelli bu təcrübəni bir neçə dəfə təkrarladı və gördü ki, civənin hündürlüyü həmişə 76 santimetrdir. 76 santimetr. Bu nədən xəbər verir? Əgər havada olan təzyiq bu kolbanın içindəki civənin təzyiqinə bərabərdirsə, tarazlıq yaranmalıdır. Deməli, Torricelli deyir ki, atmosfer tərəfindən civənin səthinə düşən təzyiq, atmosfer təzyiqi, bu 76 santimetrlik civənin hidrostatik təzyiqinə bərabər olmalıdır. 76 santimetrlik hidrostatik, deməli, yəni hidrostatik təzyiqlər nə olmalıdır? Bərabər olmalıdır. Təzyiqlər bərabər olmalıdır ki, tarazlıq yaransın. Buradan da yola çıxaraq nə etdilər? Civənin bu 76 santimetrlik hündürlüyə malik civənin təzyiqini hesabladılar. Təzyiqin düsturu nə idi? ρGH. Civənin sıxlığı bəllidir, 13600. J-ni 9,8 orijinal olsun deyə götürək. H-ı da 76 santimetr, yəni 0,76 götürüb. Hesablayanda, bunları bir-birinə vuranda təqribən aldılar ki, 100.000 Pascal. 100.000 Pascal indi bilirsiniz də, bəzən daha elit olsun deyə 100 kilopascal kimi də yazırıq. 10 üstündə 5 Pascalda fərqi yoxdur, nə tər ifadəsiz var. Yəni, demək istədiyim odur ki, hesablamadan əldə edirlər ki, 76 santimetrlik civənin yaratdığı təzyiq 100.000 Pascaldır. Deməli, atmosfer təzyiqi də 100.000 Pascaldır. Amma hər dəfə belə 100.000 Pascal falan deyilməsin deyə belə deyirlər. Deyirlər ki, atmosfer təzyiqi 760 millimetrlik civə sütununun təzyiqinə bərabərdir. Atmosfer təzyiqi 760 millimetr civə sütunu belə yazırlar. P atmosfer, P sıfırla göstərilir adətən o, bərabərdir. Əslində təqribən bərabərdirlə yazılır. 760 millimetr MM-C-sı. Qısacası hava proqnozlarında falan belə deyirlər. 760 millimetr civə sütunu. İndi bildiniz də niyə görə 760 millimetr civə sütunu deyirlər?
Çünki civənin qalxdığı hündürlük 760 mm-dir. Və bu, təkrar edirəm, dəniz səviyyəsində normal şəraitdə. Dəniz səviyyəsində və hansı şəraitdə? Normal, küləksiz, stabil bir havada, deməli, orijinal təzyiqin qiyməti bu qədərdir. İndi hava proqnozuna baxanda deyirlər, sabahların təzyiq normadan yuxarı olacaq, 764 olacaq və ya normadan aşağı olacaq, 752 olacaq. Bax, bu formada təzyiq məsələlərində, yəni təzyiq proqnozlarında istifadə olunur şagird. Deməli, atmosfer təzyiqi haqqında maraqlı şeylərdən biri budur ki, biz dağlara qalxdıqca siz atmosfer təzyiqi nə edir? Azalır. Azalır. Niyə azalır? Hə? Niyə azalır? Hava alır. azalır. Nə? Hündürlük azalır. Ay maşallah, hündürlük azalır. Deyəcəksə, dağa qalxırıq, nə tər hündürlük azalır? Hündürlük Atmosfer. yuxarıdan götürürük, kəlləmizdən götürürük, yuxarıdan. Yerdə olanda sizin təpənizdə bu qədər zad var, hava var, amma dağda olanda başınızda bu qədər hava var. Deməli, dağa çıxanda bizim üstümüzdəki havanın miqdarı azaldığına görə atmosfer təzyiqi azalır. Atmosfer təzyiqinin şagirdlər, deməli, orta hesabla belə deyək də, hər 12 metr qalxdıqca, hər 12 metrdə 1 millimetr civə sütunu azalır. Onu da düstura tətbiq edəsək, belə olur da. Atmosfer təzyiqi hər hansı bir hündürlükdə tapılanda 760 çıxılsın, H bölünsün 12 düsturu ilə tapılır. Yəni, məsələn, deyək ki, sənə deyəcək ki, nümunə kimi də, deyəcək ki, 1200 metrlik nə varacaqsan, düsturu yazsan, P bərabərdir 760, çıxılsın 1200, bölünsün 12, o da bərabərdir 660. Dostlar, atmosfer təzyiqi hündürlüyü artdıqca azaldığına görə, atmosfer təzyiqinin yer səthindən olan hündürlükdən asılılıq qrafiki şagirdlər bu formadadır və bunu da bilməyiniz lazımdır ki, P0-dan başlayır, yəni müəyyən bir qiymətdən başlayır, azala-azala nə edir? Gedir. Və deməli, vacib nöqtələrdən birini də burada qeyd etmək lazımdır ki, şagirdlər, atmosfer təzyiqini ölçmək üçün barometr aneroiddən istifadə olunur. Aneroiddən bəzən buna civəli barometr də deyirlər. Yəni deyirlər deyəndə civəli barometrdən də istifadə olunur. Barometr sözü əsas sözdür burada. O birisi təzyiqi ilə ölçürdük, mayelər, qazların təzyiqini bəs. Manometr. Ay maşallah, digər təzyiqlər ölçülür manometrlə. Ondan başqa da, deməli, burada səviyyəli bir şəkildə onu deyə bilərik ki, zadla da ölçülən var. Nə idi onun adı? Dağların hündürlüyünü ölçən var. Altimetr. Altimetrdən istifadə edək, dağların hündürlükləri falan ölçək. Dağların hündürlüyünü nə tər ölçürlər sizcə? Dağların hündürlüyünü ölçəndə bir səttəki təzyiq ölçürlər, bir də dağın kəlləsindəki təzyiqi. O təzyiqlər fərqinə əsaslanaraq dağların hansı hündürlükdə olduğunu hesablamaq mümkündür, lazımdır, vacibdir dostlar. Bax, bu da atmosfer təzyiqi ilə bağlı məlumatlar idi. Həmən tam təzyiq məsələsini də burada danışmağımız lazımdır uşaqlar. Tam təzyiq. Yəni, tam təzyiq nədir? Tam təzyiq açıq su hövzələrinin dibində yaranan təzyiqə deyirik əslində. Nəyə görə elə deyirik? Məsələn, deyək ki, burada bir göl var və ya dəniz var, fərqi yoxdur. Bu formada bir gölümüz var burada. Və bizə deyir ki, gölün dibindəki, gölün ən aşağı dibindəki təzyiq hesabla, buradakı təzyiq hesabla. Tam təzyiq deyək. Nəyə görə tam? Burada H hündürlükdə bir su var, maye var. Bir də burada yəni hidrostatik təzyiq var, P bərabərdir OGH. Bir də ağzı açıq olduğuna görə hava tərəfindən bura tətbiq olunan atmosfer təzyiqi var. Onda mən bu deyək ki, A nöqtəsindəki tam təzyiq hesablayanda P tam bərabər olacaq nəyə? P0 üstə gəlinsin, ρGH. Tam təzyiq belə tapılır, ρGH-la. Yəni P0 üstə ρGH-la. İndi burada görürük ki, təzyiq dərinlik artdıqca nə edir? Artır. Burada da P0 yazırıq. Yəni, siz suda aşağı doğru getdikcə, bayaq tanışdığımız kimi, aşağı doğru getdikcə, sizin üstünüzdəki suyun miqdarı artdığına görə təzyiq nə edəcəkdir? Artacaqdır. Hətta bir kobud hesablama da edə bilərik. Suyun sıxlığını 1000, J-ni 10,
Məsələn, H-ı da gəlin 10 götürək. Atmosfer təzyiqi də normal vəziyyətdə 10 üstü 5-dir. 10 metr dərinlikdə təzyiqi hesablayaq gəlin, köməkləşək. Təzyiqin düsturu necədir? Tam təzyiqin P0 üstə gəl, ρGH. P0 nə qədərdir? 10 üstü 5. Üstə gəlinsin. Rho nədir? 10 üstü 3. Sıxlıq 10 üstü 3-dür. J 10-dur. Hündürlük də 10-dur. Bu da eləyir 10 üstü 5. 10 üstü 5 üstə gəl 10 üstü 5 nə verər? 2 vurulsun 10 üstü 5. 2 vurulsun 10 üstü 5. Buradan nə gördük? 10 metr dərinliyə düşəndə, 10 metr dərinliyə düşəndə atmosfer təzyiqinin 2 qat yəni mislinə bərabər olan təzyiqə məruz qalırıq. Burada qrafikdə göstərim onu. Məsələn, 10 metr sıfırdan gəldim, 10 metr düşdüm, oldu nə qədər? 2P0. 20 metr düşsəm 3P. 3P0. 3P0. 30 metr düşsəm 4P0. 4P0. Deməli, bunun qaydası var şahidlər. Bu neçə metr veriləndə 10-a bölüb, Üzərinə 1 gəlir. bəli, dərinliyi 10-a bölüb, üstünə 1 gəlirsiniz. Bu da sizə verir dəfəni. Neçə dəfə artar? Məsələn, deyəcək ki, 40 metr dərinlikdə neçə dəfə artar? 5 dəfə. 5 dəfə. 70 metr dərinlikdə neçə dəfə artar? 8. İndi siz düşünə bilirsiniz, nəyə görə aşağı dalğıcılar çox aşağı getmək olmur suda. Bir dənə düşünün, Allah uzaq eləsin. Adam o dənizin zadının dibinə düşəndə olur bəhməz. Lahmacun. Yerə yayılırsan da marsıq kimi. Nəyə görə? O görmürsünüz də o okean dibindəki canlıları göstərirlər. Lava şok yandıra qalmış. Nəyə görə? Çünki təzyiq çox yüksəkdir. 1000 metr dərinlikdə təzyiq hesabla. Çox sağ ol. 101. 101 atmosfer, 101 atmosfer. Bu biri burada olandı bir dənəsi. Qal 100 dənə də əlavə. İndi Marian çökəkliyin dərinliyi 10.000-dir. 10.000-də gör nə qədər artırsan sən, andıra qalsın oradakı yaşayışı. Silər bir dənə. Gör nə qədər ağır prosesdir. Elə deyilmi dostlar? Bəli. Bəli dostlar, sevimli insanlar. Deməli, bu günlərin biz aerohidrostatika, aerohidrodinamika bölməsində bir belə deyək də, konspekt kimi, bir summary kimi yazaq da, konspekt kimi biraz gülməli çıxır. Summary kimi yazsaq biz bu günlərin, çünki mən Arximedə bu gün girmək istəmirəm. Arximedin özü ayrı bir dünyadır, həm də tapşırıq çox olacaq. Summarydə nələr öyrənmiş olduq? Ən birinci təzyiq məsələsini öyrəndik dostlar, düzdür? İkinci nə öyrəndik? Çox sağ olun. Maşallah. Bərk cisimlərin nəyini öyrəndik? Təzyiqini öyrəndik. Üçüncü nə öyrəndik? Mayələrin təzyiqi. Mayələrin təzyiqini öyrəndik. Hidrostatik təzyiq. Bərk cisimlərin təzyiq düsturu nə idi? Və bərabər MG. FT bölünsün S. mg bölünsün s. Əgər bucaq olsa, Kosinus alfa. MG kosinus alfa. c kosinus alfa bölünsün s. Ümumiyyətlə təzyiqin düsturu nədir? FT bölünsün S. S bu. Təzyiqin vahidi nədir? Pascal. Pascal. Hidrostatik təzyiqin, mayenin təzyiqi nəyə bərabərdir? Roje. Ay maşallah, ρGH-dır. Bəs təzyiq qüvvəsi? Roje HS. ρGH vurulsun, S halal olsun. Dördüncü məsələ biqaqa. Nədir biqaqa? Birləşmiş qablar qanunu. Birləşmiş qablar qanunudur. Birləşmiş qablar qanununda neçə hal var? Bir cins. Bir cinsdə hündürlüklər nə olur? Bərabər. Bəs U şəkilli borda nə olur? Təzyiqlər bərabər olur. Təzyiqlər bərabər Sıxlıqla olur. hündürlük ρ1 tərs asılı H1 olur. hündürlüklə tərs mütənasib asılı oldu. Birləşmiş qablar qanunu. Beşinci məsələmiz nə idi? Pascal qanunu. Pascal qanunu nə idi? Xaricdən təsir edən qüvvənin May- təsiri ilə hər yerdə təzyiq bərabər olur. Xaricdən təsir edən qüvvənin yaratdığı təzyiq hər yerdə bərabər. Amma söhbət xarici təzyiq bərabərliyi ilə gedir. Xarici təzyiq, altına xətt çəkilən. Mayenin öz təzyiqi deyil, bu xarici təzyiq. Və hansı cihaz var idi burada? Manometr. Nə? Mən belə bildim ölçü cihazı deyil. Yaxşı, geçə oğlan sənə çaylarını 11 baxıyor. Hansı cihaz var idi, Tacəddin?
Hidravlik pres və hidravlik maşın. Ay, sağ ol. Hidravlik maşında hansı kəmiyyətlərin nisbəti 1 olurdu? Təzyiqlərin nisbəti 1 olurdu. Bir də işlərin, ay, sağ ol, işlərin nisbəti 1 olurdu. 6-cı maye axtan kəsilməzliyi. Kəsilməzlik nə demək idi? Sahə ilə sürət tərs Sahə asılı. ilə sürət tərs imtinası basılı idi. Yəni ki, VS-dən necə asılı? Tərs şlank məsələsini xatırlamışdıq. 7-ci məsələmiz nə idi şagirdlər? Tam təzyiq. Tam Atmosfer təzyiq. təzyiq, atmosfer təzyiqi. Atmosfer təzyiqi nəyə bərabərdir? P0 10 üstündə 5 Pascal. Yəni, nə qədər hesablayırıq biz onu? 100.000 Pascal. Yox, bildimi? Yəni, nəyə bərabərdir atmosfer təzyiqi? 760 760 millimetr zivə sütunu. Yuxarı qalxdıqca nə edir? 12 metrdən 1 millimetr zivə 1 sütunu aşağı. metr. Tam təzyiqin düstur nədir? P0 plus Roja. Bəs yadınızda qalıb, orta təzyiqin düstur nə idi? Roja H bölü 2. Halal olsun sizə, maşallah, halal olsun. Bəs H deyiləndə nəyi nəzərdə tuturduq? Mayenin hündürlüyü. Hündürlük deyiləndə nəyi nəzərdə tuturduq? Maye sütununun hündürlüyü. Maliyyə sütunu hündürlüyü deyəndə nəyi nəzərdə tuturduq? Yəni hündürlüyü hardan götürürdük? Yuxarıdan götürürdük, maşallah. Dağlara qalxdıqca təzyiq nə qalır? Azar. Bəs dənizlərdə endikcə nə qalır? Artır. Art. Maşallah. Baxın, bugünkü dərsimizin summary'si budur. Yəni elə buranı SS eləyib qrupa da zəhmət olmasa atarsınız. Təzyiq dərsi bu arada şagirdlər bir-iki kəlmə bilirsiniz ki, demək istəyirəm buna bağlı. Aerostatika təzyiqlə, Arximed falan filan uşaqların illərdir indi bu işin içində olduğuna görə deyirəm. Bəzən əziyyət çəkdiyi bölmələrdən biri olur bu. Deyir ki, qarışdırıram eləyirəm. Biraz səbir tələb edən mövzudur və düsturları vacib olduğu məqamda səliqəli bir şəkildə yazmağı tələb edir. Çox fəlsəfə xoşlamır. Məncə dedizsə, bu mövzuda baxın, buraya yazıram. Fizikada məncələri bəzən yersiz qəbul edir. Uşağa deyirsən ki, dağlara çıxanda nə olur? Deyir ki, müəllim, təzyiq artıq. Deyirəm, niyə? Və deyir, dağa çıxırdım kənddə, nəfəsim kəsilir, dandıra qalasan. Deyirəm, yəni ki, baxın, belə fəlsəfə ilə təzyiq haqqında qərar verilməz uşaqlar. Yəni, bu mövzuda fəlsəfənizi bir kənara qoyun. Məncə belədir, məncə elədir, nənəm demişdi ki, belədir. Nənəm onu desəydi, nənənin o kənddə nə deyir? Universitetdə zadda şey deyərdi. Yəni, demək ki, burada biraz güvənmək lazımdır ki, düsturlara güvənmək, elmə söykənmək lazımdır. İndi bu qədər söhbətin üstünə deməli, ev tapşırığı olaraq mən sizdən nə istəyirəm?